Müsəlman qardaşım, məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? Zeyd ibn Əsləm atasından, Allah ona rəhmət etsin, atasından rivayət edərək deyir ki, Ömər ibn Xəttab, Allah ondan razı olsun, gecə namazı qılardı. Gecənin yarısı olduqda öz əhlini namaza oyadardı, sonra onlara deyərdi ki, namaz qılın və bu ayəni oxuyardı. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى. Ailənə namaz qılmağı əmr et və özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən bizik. Gözəl aqibət təqvaya bağlıdır, yəni təqva sahibi üçündür. Taha surəsi. Bu əsəri İmam Malik öz Muvatta əsərində zikr etmişdir.